Otağa daxil olduğunuz an insanlar artıq sizi öyrənməyə başlayırlar. Onlar üzünüzü skan edir, səs tonunuzu qiymətləndirir və sükutunuzu yozurlar. Lakin onlar bunu qorxu, arzu və ya inamsızlıqdan irəli gələrək şüursuzca edirlərsə, Machiavelli bunu məqsədyönlü şəkildə bir cərrah dəqiqliyi ilə edirdi. O hesab edirdi ki, hakimiyyət təkcə sizin nə dediyiniz və ya nə etdiyiniz deyil. Hakimiyyət, başqalarının içini nə qədər tez görə bilməyinizdir. Kimisə manipulyasiya etmək üçün onu başa düşməlisiniz. Özünüzü qorumaq üçün onun hərəkətlərini qabaqcadan görməlisiniz. Dominant olmaq üçün isə o özünün öyrənildiyini anlamadan siz onu tanımalısınız. Machiavelli bilirdi ki, xarici görünüş aldadıcıdır. Hər təbəssüm bir teatr, hər əl sıxma bir hədə, hər kompliment isə bir sınaq ola bilər. Məhz buna görə o, fərziyyələrə deyil, taktikaya əsaslanan bir sistem qurdu. İstənilən insanın xarakterini, motivlərini və gizli zəifliklərini dərhal oxumaq üçün 14 psixoloji fənd. Birinci taktika. Onların görünməzlərə necə davrandığını izləyin. Sizə necə yanaşdıqlarını unudun, bunu saxtalaşdırmaq asandır. Bunun əvəzinə baxın, onlar əhəmiyyətsiz hesab etdikləri insanlarla, afisiantla, təcrübəçi ilə və ya nüfuzu olmayan biri ilə necə davranırlar. Machiavelli öylədirdi ki, hakimiyyət zəif ağılları gizlicə pozur. Kimsə özünü təhlükəsiz hiss edib əsil üzünü göstərəndə, əslində sizin dəyəriniz düşdüyü zaman sizə necə davranacağını nümayiş etdirir. Gücsüzlərə hörmət, bərabər səviyyəli insanlara olan xeyirxahlıqdan daha dəqiq xarakter göstəricisidir. İkinci taktika. Onları susturun və maskalarının düşməsini izləyin. İnamsızlıq səsdə yaşayır. İnsanlar sükutu ona görə doldururlar ki, danışmağı sevirlər yox. Ona görə doldururlar ki, diqqəti yayındırmadan görünməkdən qorxurlar. Bir insanı tez oxumaq istəyirsinizsə, ondan az danışın. Heç nə deməyin. Fasilələri uzadın. Qoy sükutunuz onların sözlərindən daha gürültülü olsun. Tezliklə onlar artıq məlumat verməyə, sizi heyran etməyə çalışacaq və öz qorxularını üzə çıxaracaqlar. Sükut yoxluq deyil, təzyiqdir. Üçüncü taktika. Onlara heç nə verməyin. Nə təsdiq, nə sevgi, nə də fayda. Yalnız soyuq və keçilməz bir mövcudluq. İnsanlar sizdən əldə edə biləcəkləri şeyə görə münasibət bəsləyirlər. Heç nə vermədiyiniz zaman onların əsl üzünü görəcəksiniz. Əgər soyuqluyurlarsa, deməli mehribanlıqları yalnız mənfəət üçün idi. Neytral qalınlarsa, deməli emosional nəzarətləri var və təhlükəli ola bilərlər. Dördüncü taktika. Onların vərdiş etdiyi nəzarəti pozun. Bəzi insanlar əvvəlcədən hazırlanmış ssenari ilə danışırlar. Cazibəni, hətta dürüstlüyü belə məşq edirlər. Onları çaşdırmasaz, oxumaq çətindir. Gözlənilməz sual verin. Zarafatlarını sükutla kəsin. Sürət yığdıqları zaman mövzunu dəyişin. Çıxış pozulduğu an büdrəyəcəklər və məhz həmin büdrəmə anında onların əsl mahiyyətini görəcəksiniz. Beşinci taktika. Kiçik itkilərlə sədaqəti yoxlayın. Xəyanəti gözləməyin. Sınağı özünüz yaradın. Kiçik bir xahişi rədd edin. Gözlədikləri şeyi verməyin. Sonra izləyin. Hörmətli qalırlar, yoxsa tənqidə, məsafə saxlamağa və ya qeybətə başlayırlar. Machiavelli düşüncəli insanlar bilir ki, sədaqət insan qalib gələndə yox, ona yox deyiləndə üzə çıxır. Altıncı taktika. Sözlərinə yox, diqqətlərinə baxın. İnsanlar yalan danışır, amma diqqətləri aldatmır. Sizinlə danışarkən telefonlarını yoxlayırlarsa, siz onlar üçün sadəcə müvəqqəti əvəz edicisiniz. Əgər baxışları nüfuzlu insanlara tərəf qaçırsa, onlar statusa acdılar. Diqqət bir investisiyadır və onu hara yönəltdikləri nəyin onlar üçün vacib olduğunu göstərir. 7-ci taktika. Uydurma bir zəiflikdən bəhs edin. Özünüz haqqında kiçik və yalan bir qüsur söyləyin. Məsələn, mən hər şeyi çox şişirtməyə meyilliyəm və ya münaqişələrdə yaxşı deyiləm. Sonra izləyin. Əgər bunu sizin qarşınızda istifadə edirlərsə, onlar fürsətçidirlər. İgnor edirlərsə, ehtiyatlıdırlar. Qarşılığında öz həqiqi zəifliklərini açırlarsa, əlaqə qurmaq istəyirlər. 8-ci taktika. Onları gözləyin. İddia səviyyəsini anlamağın tez yolu cavabı gecikdirməkdir. Mesaja gec cavab verin. Planlarda qeyri-müəyyən olun. İddialı insanlar panikaya düşür və ya aqressivləşir.
səbirlilər isə uyğunlaşır. Makiavelli dözümlülüyü axtarırdı. Çünki səbirsizlər işlər istədikləri kimi getməyəndə ilk zəhərləyənlər olurlar. 9-cu taktika. Kimi təqlid edirlər, baxın. Hər kəs kimisə kopyalayır. Güclüləri təqlid edirlərsə, nəzarət arzusundadılar. Məşhurları təqlid edirlərsə, diqqət istəyirlər. Kimə bənzəməyə çalışırlarsa, gizlincə o olmaq istəyirlər. 10-cu taktika. Həsəd uyadın və üzlərini izləyin. Özünüzü yüksəldən, amma təkəbbürlü olmayan bir uğurunuzdan bəhs edin. Təbəssümləri gərginləşir, mövzunu dərhal dəyişirlər, yoxsa nailiyyətinizi kiçildirlər. Bu həsəddir və həsəd təğribatın həbərcisidir. 11-ci taktika. Nəydən nifrət etdiklərini soruşun. Sevdikləri şeyləri soruşmayın, bunu saxtalaşdırmaq asandır. Nifrət etdikləri şeylərsə güzgüdür. Təkəbbürdən nifrət etdiklərini deyənlər çox vaxt özləri gizli təkəbbürlüdülər. Yalandan nifrət edənlər çox vaxt məharətli yalançılardır. Mühakimədə etirafı tapacaqsınız. 12-ci taktika. Gözlərinin nəyi qaçırdığını izləyin. Birbaşa baxış gücdür, amma onu kəsən şey həqiqətdir. Pul, status, utanc və ya keçmiş uğursuzluqlar barədə danışın və gözlərini izləyin. Gözlərin qaçdığı nöqtə ağlın ən çox qorxduğu yeri göstərir. İndi isə Machiavellinin ən təhlükəli, manipulyasiya əsaslı son 2 taktikasına keçirik. 13-cü taktika. Güzgü olun. Onların tonunu, duruşunu və dilini yavaş-yavaş, hiss etdirmədən təkrarlayın. Onlar sizdə özlərini görürlər. Əgər siz onların etinasız tonunu qaytaranda aqressivləşirlərsə, deməli, dominantlıq etməyə çalışırdılar. Qayıdan enerjini görəndə, insan nə qədər çox dəyişirsə, deməli, əvvəldən bir o qədər rol oynayırdı. 14-cü taktika. Hörmətlə tərk silah edin, sonra müşahidə ilə vurun. İnsanlar mühakimə gözləyir və buna görə müdafiə olunurlar. Machiavelli isə gözlənilməz hörmətlə başlayırdı. Onların zəkasını tərifləyin. Psixoloji təhlükəsizlik hiss etdikdə zirehlərini endirirlər. Məhz həmin an əsl sualı verin. Qərarlarınızın arxasında duran ən böyük qorxu nədir? İnsanlar heyranlıq duyduqlarını hiss edəndə daha dürüst olurlar. İnsanları oxumaq işin birinci hissəsidir. İkinci hissə isə strateji oyundur. Onların arzularını öz məqsədinizlə bağlayın. Əgər tanınmaq istəyirlərsə, planınıza qoşulmaqla daha çox görünəcəklərini işarə edin. Onlara qalib gəlmək hissi verin. Qoy elə düşünsünlər ki, fikir onlardan çıxıb. Qoy birinci cümləni onlar yazsınlar, amma nəticəni siz idarə edirsiniz. Özünüz haqqında kiçik, idarə olunan bir sirr açın. Bu, yalançı bərabərlik yaradır. Siz tapmacanın bir parçasını verirsiniz, onlar isə sizə bütün xəritəni verirlər. Bu səviyyədə artıq insanları oxumaq sadəcə müşahidə deyil, instinktə çevrilir. Otağa girirsiniz və məlumat axını başlayır. Kim özünə güvənmir, kim rol oynayır, kimin sakit gücü var və kim sizi sizin onları izlədiyiniz kimi diqqətlə izləyir. Lakin unutmayın, Machiavelli üslubunda ən yüksək səviyyə başqaları haqqında deyil, bu sizin haqqınızdadır. Hər kəsin içini gördüyünüz zaman özünüzü onlardan üstün hesab etmək riski yaranır. Empatiya itir, idarə etmə oyuna çevrilir. Təhlükəli ağıl o zaman tam formalaşır ki, o təkcə oxumağı və təsir etməyi bacarmır, həm də oyunun nə vaxt bitəcəyini və qalib olaraq kölgələrə nə vaxt çəkiləcəyini dəqiq bilir. Güc sirləri bilməkdə deyil, güc o sirlərin bilindiyini hiss etdirmədən onlarla nə edəcəyini bilməkdədir.